Kur'an ilahi bir lütfdür, Kur'an nurdur, Kur'an kəlamullahdır, yəni Allahın öz sözüdür. Allah kimlə danışmaq istəyirsə onu dəvət edir. Ya da kim Allahla danışmağa layiqdirsə, özünü ona layiq görürsə, Kur'an oxumağa meyl eləyir. Və həmçinin bunun mənəvi təsirləri də var. Belə ki, Kur'an oxuyan şəxs mütləq şəkildə mənəvi dünyasını abad eləmiş olur. Qəlbini, ruhunu, nəfsini paçlayır. Çünki Kur'an ən üstün bir vasitədir ki, bizi Allaha çatdırır. Kur'an ən mükəmməl bir vasitədir ki, bizi nəfsimizi tərbiyə eləyir.